Əziz dördüncülər, indi gəlin sizinlə birlikdə 6-cı bölmə üzrə ümumi monitorinqə baxaq. Mətnlər və riyaziyyat tapşırıqlarına, yəni ümumiləşdirici, yəni 6-cı bölmə üzrə ümumiləşdirici sınağa baxaq. Həm mətnlərə, həm də riyaziyyat tapşırıqlarına. Hökmdara verilən dərs bədii mətn. Bir adam o qədər ac idi ki, dayana bilmədi və armud oğurladı. 1. Onu cəzalandırmaq üçün hökmdarın yanına gətirdilər. Oğru hökmdarın huzurunda olanda dedi: Hökmdarım, çox ac idim, dözə bilmədim. Oğurladım və yedim. Sizə yalvarıram, məni bağışlayın. Əgər məni əfv etsəniz, sizə əvəz olunmaz bir hədiyyəm olacaq. Hökmdar dedi: Sənin kimi birində əvəz olunmaz nə ola bilər ki? 2. Oğru ovucundakı armud tumlarını ona uzatdı. Bu tumları əksəniz, bir gün ərzində qızıl meyvələr verən bir ağacın çiçəkləndiyini görəcəksiniz. Hökmdar güldü. O zaman buyur, ək. Qızıl meyvələri görəndə səni bağışlayaram, yoxsul adam dedi. Hökmdarım, oğru olduğum üçün bu tumları mən əkə bilmərəm. 3. Bu tumları ancaq ömründə heç vaxt başqasının malına əz uzatmamış, haqq tapdamamış, yalan satmamış biri əkə bilər. Toxum ancaq o zaman öz təsirini göstərə bilər. Əks halda onu əkənə əzab verər. Bu daha doğrusu dayanılmaz ağrılarla öldürər. Bu tumu yalnız siz əkib başa gətirə bilərsiniz. 4. Hökmdar qorxdu. Bir müddət düşündü. Sonra da kəskin səs tonu ilə dedi: Mən bağban deyiləm. Bu vəzifəni siz vəzirlərə verin və qızıl meyvələri görək. Yoxsul kişi tumu vəzirə təhvil verdi. Vəzir təlaşla hökmdara tərəf çevrildi və etiraz etdi. Mən əkin-biçin işlərində çox bacarıqsızam. Sehirli toxumu israf edərəm. Məncə bu tumu xəzinədar əksin. Xəzinədar da dərhal bir bəhanə tapdı və vəzifəni başqasına təhvil verdi. Orada olanlar hamısı uydurma bəhanələrlə tum səpmək vəzifəsindən bir-birini imtina etdilər. Hökmdar bir müddət sükut içində düşündü. Vəzirə, xəzinədara və bütün məmurlara baxaraq anladı ki, ... Sonra dedi: Gəlin bu oğruya tumun necə qızıl meyvə verdiyini hamımız bir yerdə göstərək. Cibindən bir qızıl pul çıxartdı və kasıb kişiyə uzatdı. Hamı da ardıcıl olaraq cibindən qızıl pul çıxartdı və ona verdi. Sonra hökmdar gülərək yoxsul adama dedi: İndi isə çıx get buradan. Bu dərs bu günlük hamımız üçün bəs etdi. Deməli uşaqlar, monitorinq mətnindən də anladığınız qədərilə yoxsul kişi çox, belə deyək də, ağıllı insan imiş. Yəni bilirdi ki, şahın ətrafındakılar, şahın, yəni hökmdarın özü belə haqq yeyən, belə deyək də, insanların belə deyək, haqqına girən insan imiş. Ona görə bu hiləni, bu dərsi onlara, hiləni işlətdi, bu dərsi onlara verdi ki, yəni siz hamınız kimlərinsə haqqına girirsiniz və haqqa girmək də elə oğurluq deməkdir. Ona görə bu dərsi onlara vermiş oldu. Gəlin ilk sualdan başlayaq. Uşaqlar, onu da qeyd edim ki, mətni dayandırıb özünüz də oxuyub, daha sonra mətnin cavablarını tapıb mənimlə birlikdə deyə bilərsiniz. Baxaq tapşırıq 1-ə. Oğrunun armud oğurlamasının səbəbi nə idi? Çünki belə deyək də, ac idi. Elə bir variantı. Oğru hökmdara nəvət etdi. Ona armud satacağını, qızıl meyvə verən bağ ağacının çiçəkləndiyi göstərəcəyini, elə burada da olacaq B variantı. Dedi ki, bu tumları əksən qızıl meyvə olacaq. 3-də deyir, mətndə nədən danışılmır? Oğurluqdan, yoxsulluqdan, qorxudan, xeyirxahlıqdan. Deməli, mətndə nədən danışılmır? Xeyirxahlıqdan danışılmır. Hökmdarın oğrunu bağışlamaq üçün qoyduğu şərt nə idi? Dedi ki, yəni sən ək, qızıl meyvələri görüm, daha sonra səni bağışlayacağam. Burada da oğru ağacın meyvələrinin qızıl olmasını sübut etməli idi. Bəli, elə bu variantı düzgün cavabdır. 5-də deyir ki, mətndəki nöqtələrin yerində hansı fikir yazıla bilər? Baxaq. Vəzirə, xəzinədara və bütün məmurlara baxaraq anladı ki, hamısı belə deyək də haqqa girən imiş, belə deyək. İndi görək mətndə bizə necə verilib, daha doğrusu suallarda. Ətrafındakılar halal və təmiz insanlar deyil. Bəli, A variantı bizim cavabımızdır. 6-da deyir, hansı sualın cavabı mətndə yoxdur? Yoxsul insan nə üçün oğurluq etdi? Ac olduğu üçün.
Armud tumunu kim əkdi? Heç kim əkmədi. Hamı bir-birinə həvalə etdi. Heç biri əkmədi. Hamı bir bəhanə ilə bu işdən çıxmış oldu. Deməli, heç kim əkmədi. B variantına cavab yoxdur. 7-də deyir, mətnə əsasən səbəb-nəticə cədvəlini tamamlayacaq fikri müəyyən edin. Nəticədə yoxsul adamı hökmdarın yanına gətirdilər. Nə baş vermişdi? Səbəb nə idi ki, hökmdarın yanına gətirdilər? Təbii ki də burada olacaq. Yoxsul bir adam armud oğurlayıbmış. Cavab A variantı. Üzr istəyirəm. 8-də isə bizə deyir ki, hansı fikir qarşısında verilmiş obraza aid edilə bilməz? Obraza aid edilə bilməz deyirsə, deməli, düşdüyü vəziyyətdən çıxmaq üçün yol tapır. Yoxsul adam, bəli, dediyim kimi çox ağıllı adam imiş. Qarşısındakı insanın qiymətləndirməyi bacarır. Hökmdar, bəli. Hökm bacarır. Baxaq, burada nəsə bacarır. Çünki onlar ağzını açan kimi, yəni bir-birinə həvalə elədikləri an anladı ki, bu ətrafındakılar da halal adamlar deyirlər. Daha doğrusu işi öz boynundan atmaq üçün bəhanə gətirir xəzinədar. Düzdür? Toxumu əkməyi öz öhdəsinə götürür vəzir. Xeyr, öz öhdəsinə götürmədi. Hətta belə deyək də öz işini başqasına həvalə elədi. Baxırıq 9-cu tapşırığa. Mətnə əsasən hansı hökmdar obrazına aid deyil? Aid deyil deyirsə, vəzirləri işdən çıxartdı. Ətrafındakı vəzirlər çox ədalətli idilər. Xeyr. İnsanların haqqına girmişdi. Bəli. Hökmdar da insanların haqqına girmişdi deyə toxumları əkmədi. Ki bildi ki, mən əksəm belə bar verməyəcək. Əslində elə bir bar da verməyəcəkdi. Sadəcə yoxsul adamın uydurduğu ağıllıca bir fikir idi. Ac adamın armud oğurlamasının mətnin hansı hissəsinə aiddir? Təbii ki də burada olacaq. Giriş hissəsində bizə verilmişdir. Fərqləndirilmiş ifadənin düzgün mənası hansıdır? Burada fərqləndirilmiş ifadə deməli nə idi? İsraf edərəm, yəni hədər olar da. İsraf eləmək deməli burada bizə necə verilib? Ehtiyac olduğundan artıq xərcləmək deyək buna, B variantı. 12-də qarşında rəqəm yazılmış hansı cümlədə məcazi mənalı ifadə işlənmişdir? Baxaq görək. Deməli, tumlar ancaq ömründə heç vaxt başqasının malına əl uzatmamış, haqq tapdamamış, yalan satmamış biri əkə bilər. Bu üçdədir. Birdə onu cəzalandırmaq üçün oğru ovuzundakı armud tumları hökmdən qorxdu. Deməli, burada olacaq. Deməli, hansı? 3-cü sualda olacaq. 3-cü nömrəli tapşırıqda haqq tapdamamış, yalan satmamış, yalanı satmaq olmur. Ona görə məcazi mənalı sözlər orada işlənib. Cavabımız C variantı olacaq. Hökmdarın yoxsul adama qızıl pul verməsi nəyi simvollaşdırır? Uşaqlar öz səhvini başa düşdüyü üçün, həm də ağıllıca bir hərəkət, bir addım atdığı üçün hökmdar yoxsul adama qızıl pul verdi. Ona görə öz səhvini anlamış da variantında bizə verilib. 14-də hökmdarın bu hadisədən götürdüyü dərs nə idi? Təbii ki də bağışlamaq və dərs almaq bəzən daha faydalıdır. D variantında bizə verilib. Mətnə əsasən səhv fikri müəyyən edin. Deməli, mətnə əsasən səhv fikir deyirsə, oğru armud doğruladığını etiraf etdi, dedi, acı idim ona görə. Hökmdar və məmurlar tumu əkməkdən imtina etdilər, bəli. Çünki hamısı haqq yeyən idi. Oğru hökmdara çox pul vəd edərək bağışlamağını istədi. Oğruda axı elə bir, belə deyək də, pul yoxdur. Pul olsaydı niyə acından armud oğurlayıb yeyərdi? Ona görə də C variantı düzgün cavabımızdır. İndi ikinci bir mətnə baxırıq. İnformativ mətndir. Xarı bülbül haqqındadır. Xarı bülbül səhləb kimilər fəsilləsinə daxil olan çox illik dekorativ ot bitkisidir. Elmi adı Qafqaz qaş səhləbi olsa da, hamı onu xarı bülbül kimi tanıyır. Bitkiyə bu ad bülbülə bənzədiyinə görə verilmişdir. Xar sözü tikan mənasını verir. Yəni, tikan üstündə oturub oxuyan bülbül deməkdir. Yalnız xüsusi becərilmə qaydalarına riayət etməklə yetişdirmək olar. Tozlanması xüsusi həşəratların köməyi ilə baş verir. Belə ki, çiçəyin gözəl görünüşü həşəratları özünə cəlb edir. Bu bitki aprel və may aylarında çiçəkləyir. İyun ayında isə meyvə verir. Sülh və məhəbbət gülü adlanan xarı bülbül Azərbaycan Respublikasının qırmızı kitabına daxil edilmiş nadir növ çiçəkdir. Belə qiymətli bitkilərin çoxaldılması, qorunub saxlanılması vacibdir. Bitkinin qorunması məqsədilə yeni
yayılma yerlərinin müəyyənləşdirilməsi, yasaqlıqların təşkil edilməsi kimi tədbirlər görülür. Azərbaycanda xarı bülbülə əsasən Şuşa və ətraf ərazilərdə, Samur, Dəvəçi, Küraraz və Xəzər sahili ovalıqlarda, Abşeron, Kiçik Qafqazın cənub rayonlarında rast gəlinir. Daha çox otlu yamaclarda, meşə açıqlıqlarında və kolluqlarında çiçək açır. 30 il ərzində düşmən əsarətində qalan Azərbaycan torpaqları kimi xarı bülbül də bu qəfəsdən çıxıb azaddır. Bu gün Azərbaycanın qələbə rəmzinə çevrilən xarı bülbül vətən uğrunca canını fəda edən şəhidlərimizin əziz xatirəsini simvolizə edir. İndi baxaq 16-cı tapşırığa. Hansı xarı bülbülə aiddir? Bitkini istənilən becərilmə qaydası ilə yetişdirmək mümkündür. Xeyr, xüsusi qulluq tələb edir. Bu bitki sentyabr-oktyabr ayında çiçəkləri, yanvar ayında meyvə verir. Xeyr, aprel, mart-aprel aylarında. Əsasən otlu yamaclarda, meşə açıqlıqlarında və kolluqlarda çiçək açır. Bəli, C variantı düzgündür. 17-də isə deyir, xarı bülbül bitkisinin qiymətli olması nəzərə alınaraq hansı tədbirlər görülür? Deməli, burada yasaqlıqlar dedik ki, belə deyək də, hazırlanır, təşkil edilir. Baxaq, hansı variantda bizə verilib. Dövlət tərəfindən əhəmiyyətli addımlar atılır. Bəli, bu kimi cümləni belə qurublar. Bəli, A variantı düzgündür. Baxaq 18-ci tapşırığa. Mətnə əsasən hansı doğrudur? Hansı doğrudur deyirsə, hal-hazırda xarı bülbül Azərbaycan Respublikasının qırmızı kitabından çıxarılmışdır. Xeyr. Azərbaycanda xarı bülbül əsasən Masallı rayonu və ətraf ərazilərdə geniş yayılmışdır. Xeyr. Xarı bülbül el arasında sülh və müharibə gülü kimi tanınır. Sülh, müharibə gülü kimi xeyr. Xarı bülbülün elmi adı Qafqaz qaş səhləbidir. Bəli, D variantı düzgündür. 19-da mətnin son abzasında fərqləndirilmiş hissənin məzmununa aid olan ən uyğun variant hansıdır? Deməli, burada orada danışılırdı nətən? Azadlığa çıxıbdır, Şuşa yenə nazlanır. Hər gülün budağında bülbüllər pərvazlanır. Burada olacaq D variantı. 20-də isə bizə deyir ki, xarı bülbül bitkisi hansı fəsiləyə, Səhləv kimilər fəsiləsinə aiddir? A variantı. Daha sonra baxırıq. 21-də mətnə əsasən xarı bülbülün hansı simvolik mənanı daşıdığını müəyyən edin. Təbii ki də burada olacaq mədəniyyət və incəsənət. A variantı. Mətndə hansı sualın cavabı yoxdur? 22-də mətndə cavabı olmayan sual istəyir. Deməli olacaq. Baxıram. Şuşa və ətraf ərazilərdə bitən xarı bülbül sayı nə qədərdir? Say verilməyib axı bizə. Ona görə də C variantı. 23-də xarı bülbül Azərbaycanın hansı ərazilərində daha çox yayılıb? Hansı ərazilərdə? Təbii ki də Şuşa və ətraf ərazilərdə. D variantı. 24-də isə deyir, mətnə əsasən xar sözü nəyi ifadə edir? Xar sözü demək bizə dedi ki, tikan mənasını, yəni tikan üstündə oxuyan gül demək idi. B variantında bizə doğru cavab verilmişdir. 25-də mətndə bu yarımbaşlığa rast gəlinmir. Deməli, xarı bülbüllə bağlı rəvayətlərə rast gəlmədik. Yəni D variantı. 26-da biri mətndə qırmızı hərflə verilmiş sözü əvəz edə bilər. Əvəz edə bilər söz hansı sözdür? Yasaqlıqlar. Yasaqlıqlar deyirsə, baxaq hardadır? Yasaqlıqlar deyirsə, uşaqlar, deməli burada söhbət nədən gedir? Elə qoruq mənasında gedir, yəni qorumaq. Yəni A variantı. 27-də deyir, xarı bülbül bitkisinə harada rast gəlmək mümkün deyil. Harada rast gəlmək mümkün deyil? Təbii ki də dağlarda, B variantında. 28-də isə bizə deyir ki, xarı bülbül bitkisi nə vaxt çiçək açır? Daha doğrusu aprel və may aylarında, bəli, aprel-may aylarında deməli çiçək açır. 29-da mətndə haqqında bəhs olunan bitki hansıdır? Dilim dolaşdı, üzrlü sayın. Çünki ard-arda izahlar çəkdim deyə biraz yorğunçuluq var. Üzrlü sayın dilim dolaşdığına görə. Mətndə haqqında bəhs olunan bitki hansıdır? Təbii ki də xarı bülbül D variantı. 30-da isə deyir, cədvələ əsasən uyğunluğu müəyyən edir. Uyğunluq deyirsə, doğrunun altında doğrunu, səhvin altında səhvi axtaracağıq. Baxırıq. Deməli, xarı bülbül yalnız Şuşada bitir. Xeyr, ətraf ərazilərdə də bitir. Yanlışdır. Xarı bülbül qırmızı kitaba daxil edilib. Bəli.
daha doğrusu baxaq. Xarı bülbül yalnız Şuşada bitir. Hə, Şuşa və ətraf ərazilərdə. Bəli, elə Şuşada bitir. Deməli, baxaq. Yox, elə yox. Ətraf ərazilərdə bitir, bu ayrıdır. Ona görə də elə 3. Daha sonra 1 səhvdir. Xarı bülbül səadəti təmsil edir. Bəli, səhvdir. Səadəti niyə təmsil eləsin? 3-2. Xarı bülbülün tozlanması həşəratlar vasitəsilə baş verir. Xeyr. Ona görə də 2-3 düzgün cavabımızdır. Bu da bizə C variantında verilmişdir. Uşaqlar, gəlin indi riyaziyyatı ilə də tanış olaq. Bilirəm, biraz uzun olacaq video, amma belə deyək də bunu bitirək ki, növbəti video izaha qalmasın. Üçbucaqlı prizmanın yan üzü hansı fiqurdur? Yan üzünü istəyirsə, təbii ki də olacaq B, yəni düzbucaqlı. Şəkildə neçə şua təsvir olunmuşdur? Təbii ki də şəkildə 3 dənə şua, gördüyünüz kimi A, B, C şuası A variantı. Radiusu 4 cm 5 mm olan çevrənin diametrini tapın. Deməli olacaq 9 cm. Deməli olacaq 9 cm. 34-də hansı nöqtə çevrənin üzərindədir? Üzəri deyirsə, uşaqlar, mən izahda qeyd eləmişdim. B nöqtəsindən söhbət gedir. Üzəri A və D daxilindədir, C isə xaricindədir. 35-də hansı nöqtə koordinat şəbəkəsində Y oxu üzərində yerləşir? Y oxu üzərində yerləşir deyirsə, uşaqlar, təbii ki də 0 və 5-dən söhbət gedir. Deməli, tam çevrəni neçə bərabər hissəyə bölsək 30 dərəcəlik bucaqlar alınar. Deməli, tam çevrəni 30. Deməli, burada olacaq 12. Cavabımız olacaq 12, yəni B var. Niyə? Çünki tam çevrə 360 dərəcədir. 360 da 30-a böləndə 12 eləmiş olacaq. Cavab B variantı. Baxırıq 37-ci tapşırığa. Şəklə əsasən AOC bucağı neçə dərəcədir? Təbii ki də bu bucaq AO, B bucağı düz bucaqdır. Yəni 90 dərəcəli bucaqdır. 1-2 bucaq verilib bizə 34 dərəcəli bucaq. Bu da eləyəcək 8-dən də 3, 5, 56 dərəcəli bucaq A variantında bizə verilib. Baxırıq 38-ci tapşırıqla. Paralel düz xətlərin neçə kəsişmə nöqtəsi var? Bir dənə kəsişmə. Daha doğrusu 0, üzr istəyirəm. Deməli, bir niyə? Ümumiyyətlə, kəsişən xətlərin bir dənə nöqtəsi olur. Paralel axı heç vaxt birləşmir bir-birinə. Paralel düz xətlər heç vaxt bir-biri ilə kəsişmir. Ona görə də 0, yəni D variantı. 39-da AB parçası, deməli, A-dan B-yə qədər olan hissə 18 cm olarsa, 2 eyni çevrənin daxilinə çəkilmiş OK bucağı, daha doğrusu parçasının uzunluğu nə qədərdir? 1, 2, 3 dənə də söhbət gedir. 18-i də 3-ə böləndə eləyəcək 6. Düzdür? Yox, deyəm. Nə istəyir bizdən? Bir saniyə. Hə, düzdür. Deməli, 2 eyni çevrənin daxilinə çəkilmiş OK deyirsə, deməli, olacaq 3 sm, yəni B variantı. Daha sonra baxırıq digərinə. Deməli, uşaqlar, yox, mən çaşdım yenə də. AB parçası 18-dirsə, deməli, 18-dirsə, bəli, mən elə düz demişdim, olacaq 6, 18-i 3-ə böləndə eləyəcək 6, yəni D variantı. Baxırıq 40-a. Xətti diaqrama əsasən 4 saat ərzində nə qədər yol getdilər? Təbii ki də burada 2, 4, 6, 6, 6, 12, yox, 12 yox, 4 saat ərzində deyir. 6 saat. Deməli, 6 saat 2/6, yox, 8 saat yol gediblər. Yorğunçuluqdan üzürlü sayın. Hansı fiqur simmetrikdir? Simmetrik olanı bizdən soruşursa, təbii ki də olacaq B variantı simmetrikdir. ABC bucağın dərəcə ölçüsü açıq bucağın 6-da 1. Açıq bucaq deməli 180 dərəcədir. 180-i də 6-ya bölüb 1-ə vurarıq. Bu da eləyəcək 30, yəni D variantı. Daha sonra baxırıq digərinə.
Radiusları verilmiş çevrələrin mərkəzləri arasındakı məsafə nə qədərdir? Təbii ki də məsafəni soruşursa bizdən 10 6 üstə gəl 4 10 sm olmuş olacaq. 44-də isə bizə deyir ki 44-də 360 dərəcənin 10-da 7 hissəsi neçə dərəcədir? 360-ı 10-a böləndə eləyəcək deməli 36. 36-nı da 7-yə vursaq, deməli olacaq bir dənə 252 B variantı. Verilmiş fiqurun öndən görünüşü, yəni qabaqdan biz bu belə deyək də fiqura baxsaq, 2 dənə solda var, bir dənə ortada, bir dənə də sağda, yuxarı hissədə də 2 dənə olmuş olacaq. Baxırıq, görürük, tam gördüyümüz A variantına uyğun gəlir. Daha sonra baxırıq, hansı fiqurun açılışı ancaq kvadratlardan ibarətdir. Təbii ki də kubun açılışı yalnız kvadratlardan ibarətdir. Hansı şəkil dönməni əks etdirir? Dönmə görürük ki, uşaqlar A variantındadır, dönür. Bax, burada tam yəni digərlərinə dəymin, dönmə deyirsə, baxın, dönür. Dönür. İndi gəlib bu tərəfə dönəcək. Ona görə də dönmə olan A variantıdır. AOB bucağı dərəcə ölçüsünü tapın. Deməli, AOB-nin dərəcə ölçüsünü tapsaq əgər, deməli, 35-in üstünə düz bucaqdır da COB bucağı. 90-ın üstünə 35 gələrik. Bu deyiləcək, bir saniyə, 125, yəni C variantı. Daha sonra 49-a baxaq. 49-da bizə deyir ki, cəmi 80 dərəcə olan iki bucağın biri o birindən 3 dəfə böyükdür. Kiçik bucaq neçə dərəcə? Biri x-dir, digəri isə 3x-dir. Üstə bərabərdir, eləyir 80. Deməli, 4x bərabərdir 80. X də bərabərdir, eləyəcək 80-i 4-ə böləndə eləyəcək 20. Yəni, yox, kiçiyini istəyir, elə 20 dərəcədir. Kiçiyi elə 20 dərəcə. Böyüyünü soruşsaydı, 20-ni 4-ə vurardıq. Kiçiyini istədiyinə görə olduğu kimi qalır. 50. Açıq bucaq 180 dərəcədir. 6-da 5 hissəsi bucağın dərəcə ölçüsü. Deməli, bu olacaq 30. 30-u da 5-ə bölsək, daha doğrusu mən tərsinə getdim. Açıq bucağın altda 5 hissəsinə bərabər olan bucağı, deməli, hissəsinə görə, ədədin hissəsini yox, hissəsinə görə ədəd tapırıq. Deməli, tam tərsi 180-i vururuq 6-ya, bölürük 5-ə. Bu deyiləcək 150. 150 eləmiş olacaq cavab D variantı. Uşaqlar, bu video izahda sizə faydalı oldusa, videonu bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Adi və onluq kəsrlər mövzusunda görüşənədək. Hələlik.